Mən deyərdim ki, yəni təcrübəmə əsasən görürəm pasientlərdə ki, bir həftəsindən artıq pasient yaxşılaşmanı tamamilə hiss edə bilir. Amma tam bərpa kök hüceyrədə hansı nahiyəyə köçürməyimizdən asılı olmayaraq tam bərpa 6-8-ci ayı yəni tamamlamalıdır pasient tam nəticəni görmək üçün və bu da pasientin neçənci dərəcə olmasından da çox şey asılıdır və sadəcə oynaq arasına, qığırdaq arasına biz hüceyrəni o xüsusi nöqtədən və xüsusi ucluq başlıqlarla yeridirik və bir dizə, yəni bir nahiyədən, sadəcə bir dəfə bir nahiyədən hüceyrəni köçürməklə prosedurumuz tam bitmiş olur. Yəni deyərdim bir dəqiqə içində. Bəs bunun növbəti mərhələsi, növbəti seansı nə zaman gərəkli olur? İkinci stadiyaya qədər olan xəstələrdə bir seans yetərli olur. Bəzən 5 il deyil, bəli. Bəzən 5 il deyil, bəli. Qalıcılığa sahib olduğuna görə bəzən heç o pasient 5 il biz axtarmır. Bəs o bir dəqiqəlik prosedurdakı möcüzəni neçə müddətə insanlar o bərpanı, dəyişimi hiss edir? Neçə müddət lazım olur? Neçə müddət? Bir həftədən ən maksimal 6-8 aya qədər tam rahatlıqla hiss edəcəklər. Hiss edir ki, dəyişiklik var. Sadəcə biz o xəstəyə, bəli, ağrıların azalması hətta ikinci, üçüncü gündən başlayır ki, xəstədə artıq ağrılar yoxdur. Bəs burada yaş faktoru, boy faktoru var? Səkinə xanım, hamı üçün keçərlidir. Yoxdur, hamı üçün keçərlidir. Sadəcə olaraq dizin vəziyyətinə uyğun olaraq hüceyrə sayını təyin edirik. Məsələn, dizdə ortalama diz oynağında hüceyrə sayı 30-40 milyondur. Falan təyin edirsiniz? Mütləq şəkildə rentgen və ya MRT-yə əsasən. Yəni xəstə şikayət edə bilər deyə doktor oturanda qalxa bilmirəm və yaxud yeriyə bilmirəm, ağrım çoxdur, bəli, bunları deyə bilər. Amma bizə konkret olaraq hüceyrəyə köçürürüksə, rentgen ən çox gözəl olar ki, MRT nəticəsinə əsasən biz orada vəziyyəti görüb ona uyğun hüceyrə sayını. Bəzən bir pasientə 40 milyon, bəzən 50 milyon. Yəni ortalama diz üçün 50 milyondur. 40-60. Ondan artıq bir dizə zaten hüceyrə transfer olunur. Bəs o kök hüceyrə hardan transfer olunur? Qığırdaq arasından dizdən. Hardan alınır? Hə, mezenximal kök hüceyrədir bunlar. Yeni doğulmuş uşağın göbək bağından alınan. Ən effektivi də elə odur. Mən yalnızca mezenximal kök hüceyrə tətbiq edirəm. Bir də estetik kosmetologiyada üz və saçda fibroblast hüceyrə. Hansı ki, pasientin öz hüceyrəsi. Amma bütün digər nahiyələrə, bədəndə olan orqanik patologiyalarda ən idealı mezenximal kök hüceyrədir. Əslində, baxın, bizim sosial şəbəkə izləyicilərimizdən mənim həmin o səsləndirdiyim sualı yenidən səsləndiriblər ki, bir seans kifayət edirmi həqiqətən də kök hüceyrə üçün? İkinci stadiyaya qədər tam şəkildə kifayət edir. Burada çəkinin, boyun və yaxud da dizdəki vəziyyətin. Əsas dizdəki vəziyyət də önəmli olan. Əsas biz MRT-yə, heç xəstənin üzünü görməsək belə, MRT-yə əsasən onun haqqında biz məlumat verə bilirik. Yəni, əgər dəyərli izləyicim, sizin dizlərinizdə ağrı varsa, oturanda, duranda, dizlərinizdə çıx səs eşidirsinizsə, sizi narahat edirsə, yeriyimi məhdudiyyətiniz varsa, uzun müddət yol yeriyə bilmirsinizsə, mütləq əgər MRT nəticələrinizdə varsa, əlinizdə 055 680 08 30 nömrəsinin WhatsApp-ı da var, zəngi də var. Bu Səkinə xanımın şəxsi öz əlaqə nömrəsidir. Bu nömrənin WhatsApp-ı da keçərlidir, zəngi də keçərlidir ki, WhatsApp-a da siz MRT nəticələrinizi, rentgen cavablarınızı göndərib elə qısa zamanda ayaqlarınızla bağlı nəticələrinizi, nə cür ola bilər, diaqnozlarınızı, proqnozlarınızı öyrənib istiqamətlənə bilərsiniz. Həqiqətən də çox maraqlı və möcüzəvi bir addım olmuş olur. Çünki kifayət qədər çox sayda insanlar var ki, kök hüceyrənin möcüzəsi ilə tanış olurlar. Çox gələn var, çox yazan var, dizdən həddindən artıq və uzun müddət inansız bəzi pasientlər biraz maddi durumdan şikayətlənirlər ki, biraz bahadır. Amma inanırsınız o dərmana yəni nə qədər pul vermək və zaten bu onun kökünə müalicə eləməyəcək. Bəli, yalnız belə bizdə simptomatik müalicə eləyəcəksə. Axı dərman mədə bağırsağa gedir, ora diz oynağından necə gedib çatır o dərman? Çox gec çatır, çox az faizi çatır və tam sağalma, tam reabilitasiyanı əldə etmək mümkün deyil. Mümkün deyil. Ən gözəl, effektiv müalicə elə kök hüceyrədir ki, birbaşa dizinizdəki oynaqların arasına 50 milyon, 30 milyon kök hüceyrə tətbiq olunur və siz bir həftəyə artıq mükəmməl formada yenidən sağlam həyatınıza qayıda bilirsiniz.